Bugün imtahana düşə biləcək mövzulardan konusa baxacağıq. Konusun yan səthinin sahəsindən başlayaq. Konusun yan səthinin sahəsi 2/1 vurulsun konusun oturacaq çevrəsinin uzunluğu, yəni C, vurulsun doğranlının uzunluğu. Doğranı konusun təpə nöqtəsindən başlayaraq oturacaq çevrəsinin kənarına qədər olan məsafədir. L. Buradan oturacaq çevrəsinin uzunluğunu, yəni C-ni 2πr qəbul etsək, ikinci düstur alınar. Yerinə yazsaq C-nin ikinci düstur alınar. Sonra isə konusun həcminə baxacağıq. Konusun həcmi oturacaq sahəsinin hündürlük hasilinin 1/3-nə bərabərdir. Konusun oturacağı dairə olduğundan, yəni S oturacaq bərabərdir pi r kvadratı dairənin sahə düsturu. Buradan V bərabərdir 3/1 vurulsun pi r kvadratı vurulsun hündürlük. Yəni ikinci düstur alınar. Keçək məsələlərə baxaq. Oturacaq çevrəsinin uzunluğu 12 sm, doğranı 10 sm olan konusun yan səthinin sahəsini tapın. Deməli, konusun yan səthinin sahəsini dedik ki, düsturda 2/1 vurulsun C vurulsun L. Burada bizə C 12 sm, L 10 sm verilibdir. Düsturda yerinə yazsaq 2/1 vurulsun 12 vurulsun 10 bərabərdir. 12 ilə 2 ixtisar gedər. 6 vurulsun 10 60 santimetrin kvadratı alınır. İkinci sualımıza baxaq. Oturacağının mərkəzindən doğranına qədər məsafə 3 sm. Doğranı ilə hündürlüyü arasındakı bucaq 60 dərəcəli olan konusun həcmini tapın. Konusun həcm düsturu V bərabərdir 3/1 vurulsun pi r kvadratı vurulsun h-dır. Burada bizə hündürlük və radius lazımdır. İlk növbədə o Y, B düzbucaqlı üçbucağına baxaq. Deməli, bütöv üçbucaqda 60 dərəcədirsə, onda bura 30 dərəcəli qalır. Çünki düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda 30 dərəcəli bucağın qarşısına dayanan katet hipotenuzun yarısına bərabərdir. Yəni burada 3 dayanıbsa, onda hipotenuz 6-dır. Artıq radiusu tapdıq 6. S, O, B düzbucaqlı üçbucağına baxsaq, burada da tangesdən istifadə eləyərək, yəni hündürlüyü h-la işarə eləsəm, 6 bölünsün h bərabər olmalıdır tangens 60 dərəcəyə. Buradan da kökdə 3 alınar, tangens 60 dərəcə, yəni 6 bölünsün h bərabərdir kökdə 3. Buradan da h bərabərdir 6 bölünsün kökdə 3. Hər tərəfi kökdə 3-ə vurarıq, yəni sürət və məxrəci. 6 kökdə 3 bölünsün 3. 3-ə ixtisar gedər. 2 kökdə 3. Artıq bildik ki, hündürlük 2 kökdə 3-dür. Düsturda yerinə yazsaq, yəni V bərabərdir 3/1 vurulsun pi vurulsun r-in kvadratı 36 eləyər vurulsun h. H-dakı 2 kökdə 3. Buradan 36 ilə 3 ixtisar gedər, 12 qalar. Hesablasaq 24 kökdə 3 santimetrin kubu olur.